əməliyyat sistemi nədir? Onun haqqında danışaq. Ümumiyyətlə əməliyyat sistemimiz demək kompüterlə istifadəçi arasında əlaqə yaradır və əməliyyat sistemimiz biz keçmişdik ki, kompüterimizin texniki təminatında bizim BIOS demək giriş-çıxış baza sistemimiz var. Bu giriş-çıxış baza sisteminin iki funksiyası var idi. Bir bot funksiyamız, bir də post funksiyamız. Bot funksiyasında nə dedik? Dedik ki, əməliyyat sistemini sərt diskdən götürüb əməli yaddaşı yükləyir, düzdür? Yəni burada da ona görə yazmışıq ki, kompüter işə salınarkən BIOS vasitəsilə quraşdırıldığı yerdən nəyə yüklənir? RAM-a yüklənir. Ümumiyyətlə əməliyyat sisteminin nüvəsi nədir? Əməliyyat sistemimizin nüvəsi əməliyyat sistemimizin əsası olub. Kompüter işə salındıqda yenə də RAM-a yüklənir və əməliyyat sisteminin müəyyən işlərini həyata keçirir. Mübadilə buferi nədir? Mübadilə buferi demək kət və kopya olunmuş hər hansı bir obyektlərin müvəqqəti olaraq saxlandığı yerdir və mübadilə buferi özündə maksimum 24 obyekt saxlaya bilir. Soruşsaq ki, 25-ci obyekt hara necə olacaq? 25-ci obyektimiz birinci obyekt silinir, 25-ci obyekt gəlir onun yerində durur və yaxud ikinci obyekt silinir, 26-cı obyekt gəlir ikinci obyektin yerində durur. Virtual yaddaş nədir? Virtual yaddaşımız əməli yaddaşda sərt disk arasında müvəqqəti saxlanan və həmin sahənin qarşılıqlı əlaqələndirilməsi nəticəsində yaranandır. İndi keçdik növbəti hissəmizə, əməliyyat sistemimizin təsnifatından danışmağa. Ümumiyyətlə, əməliyyat sistemimizin 7 təsnifatı var, əziz tələbələr. Görək hansılardır? Sistemimizdə eyni vaxtda işləyən istifadəçilərin sayına görə bir istifadəçili, çox istifadəçili, eyni vaxtda yerinə yetirilən məsələlərin orta sayına görə bir məsəlli, çox məsəlli, prosesorların sayına görə bir prosesorlu, çox prosesorlu, mərtəbələrin sayına görə 8, 16, 32 və 64 olaraq demək mərtəbəsi olan əməliyyat sistemlərimiz var. İnterfeys tipinə görə əmrli, buna başqa cür mətin, obyekt yönlü, buna başqa cür qrafik əməliyyat sistemimizdə deyirik. Resurslardan istifadə tipinə görə şəbəkə, bir də lokal olaraq ikiyə bölünür. Ən sonuncu isə emal rejiminə görə paket emalı, vaxt bölgülü, bir də real vaxta görə demək əməliyyat sistemlərimiz var. İndi keçdik demək bu dediklərimi biraz təkrar eləməyə. Demək gəlin öyrənək. Əməliyyat sistemi deyəndə ağlımıza nə gəlməlidir? Ümumiyyətlə əməliyyat sistemi nə oldu? Kim deyər? Nə ilə nə arasında əlaqə yaradır? Hə, Ayşə, demək istəyirsən, əməliyyat sistemimiz kompüterlə istifadəçi arasında, bəli, kompüterlə istifadəçi arasında əlaqə yaradır. Əməliyyat sistemimizin nüvəsi nədir bəs? Əməliyyat sistemimizin nüvəsi. Bu nə iş görür? Əməliyyat sisteminin müəyyən işlərini görür və əsas hissəsi sayılır. Yəni əməliyyat sisteminin nüvəsi olmasa, demək olar ki, əməliyyat sistemi müəyyən işləri görə bilmir. Bəs yaxşı mübadilə buferimiz nə oldu? Mübadilə buferimiz. Ümumiyyətlə mübadilə buferində bəli, köçürülən, kopya edilən, qət edilən məlumatları müvəqqəti saxlayır, həmişəlik saxlamır. Müvəqqəti saxlayan bizim demək hissəmizdir, əsas hissəmizdir. Ümumiyyətlə mübadilə buferində maksimum neçə obyekt saxlanılırdı? 24 dənə obyekt saxlanılır. Bəs yaxşı 27-ci obyekt gəlib harda duracaq? Bəli, üçüncünün yerində duracaq. Gözəl. Yaxşı, virtual yaddaş nə oldu? Virtual yaddaş iki yaddaş arasında əlaqədir. Bəli, sərt disklə, bəli, əməli yaddaş arasında demək qarşılıqlı əlaqə nəticəsində yaranmış bir yaddaşımızdır. Ümumiyyətlə əməliyyat sistemimizin təsnifatı oldu. Neçə təsnifatımız oldu əməliyyat sistemimizdə? Bəli, təsnifat 7 oldu. Gəlin bu 7 dənənin adını çəkək görə kimin yadında nələr qaldı? Birinci nə idi? İstifadəçi sayını. Bəli, bir istifadəçili və yaxud çox istifadəçili. Ay sağ ol. Sonra keçdik ikinciyə. Aha. Məsələlərin orta sayına görə, məsələlərin sayına görə bir məsəlli, çox məsəlli. Üçüncü. Bəli, prosesorların sayına görə yenə də bir prosesorlu, çox prosesorlu. Aha, mərtəbələrin sayına görə hansı idi? 8, 16, 32. Bir də 64. Aha. Sonra 5-incimiz var idi. Ya oradan buradan da deyə bilərsiniz. Ya hansı yadınızda qalıbsa onu deyə bilərsiniz. Sonra nə var idi? Əmrli, bir də obyekt yönlü var idi. O nəyinə görə ayrılırdı? İstifadəçi interfeysinə görə demək qrafik. Ya buna obyekt yönlü də deyirik. Bir də mətin. Bəli, resurslardan istifadəyə görə onlar hansılar idi? Lokal şəbəkə idi, 6-cı. Lokal və şəbəkə. Yox, global yox. Lokal və şəbəkə. Hə, lokal və şəbəkə interfeys tipinə görə isə hansılar idi? 7. Emal rejiminə görə paket emalı, vaxt bölgülü, bəli, bir dənə qaldı. Bəli, real vaxta görə. Əla. Bu da bizim demək nələrimiz? Əməliyyat sistemimizin 7 dənə təsnifatı. Gözəl. İndi keçdik əməliyyat sistemimizin funksiyalarından danışmağa. Funksiyalarımız birinci əməliyyat sisteminin nüvəsinin avtomatik yüklənməsidir. Yəni əməliyyat sistemi varsa, artıq avtomatik olaraq əməliyyat sisteminin nüvəsi yüklənməlidir. Bu funksiyalardan biridir. Sonra əməliyyat sistemi, yəni funksiyalarından biri diskdə verilənlərin saxlanması üçün fayl sisteminin təşkil edilməsidir. Sonuncu isə proqramı əməli yaddaşı yükləmək və artıq əməli yaddaşı yüklülürsə biz onun icrasını həyata keçirə bilərik. İcra nə deməkdir? Yəni biz həmin proqram üzərində işləyə bilərik. Bu da bu. Demək nə oldu? Birinci əməliyyat sisteminin nüvəsinin avtomatik yüklənməsidir, düzdür? İkinci nə oldu? Hər hansı bir bəli, faylların saxlanılması üçün fayl sisteminin təşkili idi. Üçüncü nə idi? Hər hansı bir proqramı RAM-a yükləmə və onun icrasıdır. Bu yadınızda qalmadı deyəsən. Demək bir də icrası. Aydın oldu. Əməliyyat sistemimizin neçə funksiyası oldu? 3 dənə funksiyamız oldu. Bu da belə. İndi gəlin keçdik interfeysin növlərindən. Interfeysin 4 dənə növü var, yadda saxlayırıq. İstifadəçi interfeysi, proqram interfeysi, intellektual interfeys, bir də insan-maşın interfeysimiz.
Demək, bir də biz bayaq əmrli interfeys dedik, bir də obyekt yönlü interfeys dedik. Əmrli interfeys istifadəçi hər hansı bir əmrləri klaviaturadan özü daxil edir. Yəni əməliyyat sistemində hər hansı bir işi görmək üçün. Amma obyekt yönlü interfeys buna başqa cür qrafikdə dedik. Burada artıq belə deyək də istifadəçinin hər hansı bir əmrləri klaviaturadan əlavə etməyə necə deyirlər, artıq ehtiyac yoxdur. Əməliyyat sistemi özü avtomatik olaraq nə eləyir? Bu işləri həyata keçirir və qrafik interfeysi kompüterimizdə mouse vasitəsilə həyata keçiririk. Sonra keçdik növbəti hissəmizə. Artıq burada baxın, MS-DOS əməliyyat sistemi ilk yaranmış əməliyyat sistemidir fərdi kompüterlər üçün. 1981-ci ildə yaradılıb. Ümumiyyətlə MS-DOS əməliyyat sistemimiz 1 məsəlli və 16 mərtəbəlidir. Windows əməliyyat sisteminə fikir versəz, Windows əməliyyat sistemi çox istifadəçidir, bir də çox məsəlli. Demək, əməliyyat sistemimizdir. Bir də Macintosh əməliyyat sistemimiz var. Bu da demək MS-DOS-da, Macintosh-da fərdi kompüterlər üçün yaradılmış bir belə deyək də əməliyyat sistemimizdir. Fərq nədədir? Bax işarələdim. Fərq nədədir? Biri əmrlidir, biri qrafik əməliyyat sistemidir. Əmrli nə idi? Əmrli mətindir. Yəni klaviaturadan, bəli, klaviaturadan hər hansı bir nə isə daxil edirik, əmrləri daxil edirik. Amma qrafikdə artıq hər işi mouse vasitəsilə bəli avtomatik olaraq həyata keçirirdik. Bu da belə. Yaxşı, keçdik növbəti hissəmizə. Aha, indi keçirik fayl anlayışına. Ümumiyyətlə fayl nədir? Word faylı ola bilər, Excel faylı ola bilər, səs faylı ola bilər, video faylı ola bilər, animasiya faylı ola bilər və s. kimi ümumi fayllarımız var. Gəlin əvvəlcə faylın nə edək? İzahını verək. Fayl xarici yaddaşda saxlanılan, adlandırılmış hər hansı bir hissədir. Yəni mütləq şəkildə ad verilməlidir və yaddaşda saxlanılandır. Ümumiyyətlə faylımız, icra olunan fayllarımız var, sənəd fayllarımız var, bir də konfigurasiya fayllarımız var. İcra olunan adından göründüyü kimi istifadəçinin kompüterdə informasiya emalı prosesini həyata keçirmək üçün istifadə olunur. Yəni bu istifadəçilərə o qədər də ehtiyac deyil. Yəni biz bunu çox da bu faylları çox da necə deyirlər, mənimsəmirik. Amma sənəd faylları artıq bizim istifadə etdiyimiz fayllardır. Yəni Word faylı, Excel faylı, bayaq dediyimiz kimi şəkil faylı, cədvəl faylı və s. kimi. Ümumiyyətlə konfigurasiya isə artıq hər hansı bir faylın, hər hansı bir proqramın daha doğrusu işləməsi üçün zəruri parametrləri özündə saxlayan fayllarımızdır. Ümumiyyətlə faylın adı deyilən bir anlayış var, əziz tələbələr. Faylın adı. Məsəl üçün hər bir şəxsin özünə məxsus adı var. Məsəl üçün deyirik ki, tutaq ki, Əlizadə Aytac. Tutaq ki, bu Aytacın adıdır, düzdür? Həm familiyasıdır, həm də adıdır. Ümumiyyətlə faylın adı da var. Faylın adı deyəndə biz nöqtə ilə, faylımızın adı nöqtə ilə ayrılır. Burasını bilmək lazımdır. Faylımızın adı nöqtə ilə ayrıldığı üçün nöqtənin sol tərəfi var, bir də sağ tərəfimiz var. Nöqtəmizin sol tərəfi faylımızın əsas hissəsi adlanır. Nöqtəmizin sağ tərəfi faylımızın genişlənmə hissəsi, yadınızda saxlayın, soruşacağam. Genişlənmə hissəsi, faylımızın tipi və yaxud faylımızın uzantısı. Bax bu üç söz üçü də eyni mənanı ifadə edir. Demək, faylımızın adı deyəndə nə olur? Faylımızın adı nöqtə ilə ayrılır. Nöqtənin sol tərəfi və sağ tərəfi var. Nöqtəmizin sol tərəfi demək faylımızın əsas hissəsini ifadə edir. Sağ tərəf isə faylımızın genişlənmə hissəsini və yaxud tipini və yaxud uzantısını ifadə edir. İndi gəlin buna aid bir nümunələr qeyd edək ki, daha yaxşı başa düşəsiniz. Məsəl üçün deyirik ki, info.pdf. Baxın, info sənin faylının əsas hissəsi dedik. Nöqtənin sol tərəfi faylın əsas hissəsidir. Sağ tərəf nə sayılırdı? Kim deyər? Uzantı, tip, bir də genişlənmə, ISO. Üç sözdən biri, yəni testlərdə verilə bilər. Uzantı, tip və yaxud genişlənmə. Bu da belə. Bir də yadınızda saxlayın ki, MS-DOS əməliyyat sistemimizdə maksimum və maksimum faylın əsas hissəsi 8 simvoldan ibarət ola bilər. Məsəl üçün mən MS-DOS əməliyyat sistemində informatika.doc yazsam, bu avtomatik səhvdir MS-DOS əməliyyat sistemində fayl adı olaraq. Sizcə niyə səhv olacaq? Yəni bizə qayda dedik. Nə dedik? Dedik ki, MS-DOS əməliyyat sistemimizdə faylımızın əsas hissəsi maksimum 8 ola bilər. Yəni 8-dən o tərəfə, yəni 8-dən yuxarı ədəd ola bilməz. Bir də genişlənmə isə maksimum 3 hissədən. Əgər məsəl üçün DOCX yazsaq, yəni belə bir şey yazsaq MS-DOS əməliyyat sistemimizdə, bu da genişlənmə olaraq səhvdir. Niyə? Çünki 3 simvoldan maksimum olmalı, 3 simvol olmalı. Yəni 4 və 4-dən çox bizim genişlənməmiz ola bilməz. Amma Windows-da artıq belə deyil. Windows əməliyyat sistemimizdə artıq əsas hissə 255 maksimum ola bilər. Genişlənmə isə 4 simvol ya və yaxud 5 simvolda ola bilər. Yəni 3-5 aralığında simvollardan ibarət ola bilər. Bir də nəyə öyrədim sizə? Ümumiyyətlə faylımızın əsas hissəsində əziz tələbələr 9 dənə simvoldan istifadə edə bilmərik. 9 dənə simvoldan istifadə edə bilmərik. Gəlin bu simvolları bir insan maket şəklində sizə öyrədik. Demək bu insanın baş hissəsidir, düzdür? İnsanın gözləri olur. Gözləri ulduzlu ifadə edirik. İnsanın burnu olur. Burnu suallı ifadə edirik. İnsanın ağzı olur. Ağzı indi düz xəttimiz olmalıdır. Mən onu maili edib ağzı etmişəm. İnsanın çolkaları olur. Çolkalar da dırnaq işarəsidir. Bu insanın bədənidir. Tutaq ki, bədənin köynək var. Köynəkdə düymələr olur. Düymələr bizim qoşa nöqtəmizi ifadə edir. İnsanın qolları olur təbii ki. Böyükdür, kiçikdir onun qolları. Sağa siləş və sola siləş onun ayaqları sayılır. Burada cəmi neçə dənə simvol oldu? 9 dənə simvol oldu ki, biz bu simvollardan istifadə edə bilmərik. Harda? Faylımızın əsas hissəsində, yəni nöqtəmizin sol hissəsində istifadə edə bilmərik. Bir də bizim 6 dənə sözümüz var ki, indi birazdan bu cədvəl daxilində göstərəcəm sizə. Amma belə də izah edeyim ki, 6 dənə sözümüz var. Bu sözdə əsas hissədə istifadə oluna bilməz. Hansı sözlərdə qeyd edirəm, sizdən də soruşacağam. Demək, PRN 2, LPT 09 aralığında, yəni burada LPT 0, LPT 1, LPT 2, 9 da daxil olmaqla. Üçüncü COM 09 aralığı, yenə də 09, 01, 2 və s. kimi. Dördüncü, sonra CON var. Baxın, COM-da var, fikir verin buna. Beşinci, null, birli ilə. İndi bura yerləşməlidir, buradan yazsaq. 5-ci null olacaq. Bir dənəsi də qaldı. Bir dənəsi də, baxaq şöyle yadımızda nə çıxdı? 6-cımızdakı AUX-dur. AUX. İndi bu da yerləşmədi bura. 6-cını da buradan yazsaq AUX.
Hansı sözlər oldu? Demək PRN, LPT 09, COM 09, CON, AUX bir də 1 L hərfi ilə 0. Çünki niyə bir dənə L-nı vurğulayıram? Bəzən testlərdə 2 dənə L yazılır. Tələbələr elə bilir ki, 2 dənə L ilə öyrənib. Amma əslində 1 dənə L ilə öyrənmişik. İndi gəlin buna aid. Bəs mənim bir dənə var idi. LPT 09'suz olanda. Hə, indi onları izah edəcəm. Hə, indi onları o istisna halımızda da Firuzə. İndi bunu izah edeyim, o istisna halımızda da izah edəcəm. Demək məsəl üçün deyirik nə? Tutaq ki, deyirik ki, PRN.pptx. Sizcə bu doğru bir fayl adı olacaq? Niyə? Çünki bizim qadağa olunmuş sözlərimiz var 6 dənə. O sözlərdən istifadə oluna bilməz əsasda. Bəs yaxşı, belə bir şey yazsam. Bu sizcə doğru olacaq, yanlış olacaq? Doğru. Bəli, bir dənə L ilə öyrənmişik. Bəs yaxşı. Com olmaz. Com 1 ama olur. Com 1 olar, yoxsa com olmaz? Com var, com 1 olmaz. Aysa, com 0 və 9 aralığında olmaz. LPT də 0-9 aralığında olmaz. Amma yadınızda saxlayın ki, LPT bir də com tək halda, yəni yanında rəqəmlər olmazsa əsas hissədə istifadə olunur. Amma yanında rəqəmlər varsa artıq o qadağa olunmuş sözlərdən ikisi sayılır. O da olmaz. Bu da belə. İndi gəlin keçək növbəti hissəmizə. Bu dediklərim hamısı burada qeyd etmişəm. Yenə də baxın, burada da qeyd etmişəm. İndi gəlin keçək faylımızın genişlənmələrinə. Hə, bu vacibdir sizlər üçün. Məsəl üçün sual düşər ki, elektron cədvəl fayllarına aid olan genişləməni seçin. Elektron cədvəl faylarına aid olan genişləmə listəsi 4 dənədir. Bu 4-ünü bilmək lazımdır ki, testlərdə də avtomatik olaraq tapa biləsiniz. Sonra burada diqqətli olsa TXT notepad-dir. RTF isə WordPad-dir. Yəni bunlar bəzən tələbələr tərəfindən qarışdırılır. Bir də sual testlərdə qarşınıza çıxacaq ki, formatlaşma saxlamayan hansı genişləməyə aiddir? Hansı genişləməyə aiddir? TXT genişləməsinə aiddir. Sonra məsəl üçün verilənlər bazası faylları bunlardır. Animasiya tipli budur. Yəni hərəkətli şəkillər, şəkil faylların budur, genişləmələr, səs fayllar budur, video fayllar budur. Yəni bunlar mütləq şəkildə sizin yadınızda çox yaxşı qalmalıdır ki, Mənim imtahanda düşmüşdü. hə, bəli, düşür elə fayl əməliyyat sisteminin o fayl hissəsidir, genişlənmə hissəsidir, qovluq hissəsidir. Bunlar demək olar ki, qəbullara təkrar düşən hissələrdir. Məsəl üçün burada kitabxana faylları var, fikir verin, fayl sürəti sistem faylı, arxivləşdirilmiş fayllar və yaxud sıxlaşdırılmış fayllar. Amma burada fikir verirsəz, Pascalda Pasdır, Basicdə Basic, C dilində C-dir. Yəni proqramın adı ilə bağlı olanlardır. Bir də burada qısa yollara fikir verək. Qısa yollardakı linkdir. Yəni LNK. Bu da belə. Atribut 4 dənədir. Buyurun oradan. Atributumuz 4 dənədir. Read only'dir. Bir dəqiqə bunu izah edeyim, sual verərsən. Read only, hidden, system, bir də arxiv. Demək neçə dənə atributumuz oldu? 4 dənə atributumuz oldu. Read only yalnız oxumadı. Yalnız oxuyuruqsa biz artıq orada redaktə işi apara bilmərik. Hidden faylları gizlətmək üçündür. System ümumiyyətlə kompüter haqqında, sistem haqqında ümumi məlumatları özündə saxlayanda, arxiv isə faylları nə eləyəndi? Sürətini saxlayandı. İndi buyurun. Hə, buyur. Sualını ver. Mənim öpür. Sənədinin genişlənməsi ayrıdır, şablonun genişlənməsi ayrıdır. Yox, niyə ki? Hə, şablonda dotdur. Bəli. Sonra keçdik nəyə? Atributu dedik, read only yalnız oxuyan da hidden gizli fayldır, yəni faylları təsadüfi silinmələrdən qorumaq üçündür. Sonra nədir? Sistemə dedik ki, əməliyyat sistemlərdə istifadə olunur, onları dəyişmək qeyri-mümkündür, yəni dəyişmək olmaz. Arxivdəki ehtiyat sürətinin olduğunu bildirir. Bir də var əziz tələbələr, burada qeyd etmişəm. Gəlin elə özüm izah edeyim ki, daha yaxşı başa düşəsiniz. Demək bizim var fayl maskalarımız. Nəyimiz var? Fayl maskalarımız var. Fayl maskalarımız 2 dənədir. Bir ulduzdur, bir sualdır. Ümumiyyətlə fayl maskası nə üçün istifadə olunur? Fayl maskası hər hansı bir simvolu əvəz etməyimiz üçündür. Sualımız, daha doğrusu birinci ulduzdan başlayaq. Ulduzumuz istənilən qədər simvol əvəz edə bilər. Yaxşı. Sual isə yalnız və yalnız bir simvol. Buraya yazıram yalnız və bir simvol. Burada bir simvol deyiriksə, indi burada yerləşmədə bir simvol. Bu bir simvol deyiriksə, burada təbii ki, söhbət bir simvoldan gedirsə, burada boş olmayan simvoldan söhbət gedə bilməz. Yəni boş simvolu əvəz edə bilmir. Amma istənilən deyiriksə, istənilən də boş simvol da gedir, bir simvol da gedir, 2 simvol da gedir, 3 simvol da gedir, 10 simvol da gedir. Yəni istənilən qədər yəni sıfırdan başlayaraq istədiyimiz qədər simvolları əvəz edə bilərik. İndi gəlin bunun nümunələr üzərində göstərim mən sizə. Demək tutaq ki, yazırıq burada info nöqtə olsun nə? XLSX. Yəni info Excel faylında hazırlanmış bir Excel proqramda hazırlanmış bir fayldır. İndi mən i-nin yerinə bir dənə sual yaza bilərəm. I-nin yerinə bir dənə ulduz da yaza bilərəm. Dedik axı, ulduz istənilən qədər deyəndə burada 0 və 0-dan demək böyük olan ədədlər 0, 1, 2 və s. kimi. N-nin yerinə ulduz da yaza bilərəm. Sual da yaza bilərəm. Heç bir fərqi yoxdur. F-in yerinə yenə də ulduz, sual yaza bilərəm. Onun yerinə də yenə də sual və yaxud ulduz yaza bilərəm. Yəni bunların yerlərini özüm dəyişik yazıram ki, yəni hər dəfə başqa cür qarşınıza çıxacaq. İndi bunun başqa bir formasını eləsək, məsəl üçün i-nin yerinə bir dənə ulduz yazdıq, düzdür? N ilə f-in yerinə bir dənə ulduz yazıram. Yəni 2 simvolun yerinə bir dənə ulduz yazıram. Onun yerinə də bir dənə ulduz yazıram. 3 dənə ulduz elədi. Yəni bu 3 dənə ulduz info sözünü əvəz edə bilər. Və yaxud i-ni yazıram, qarşısına ulduz atıram. Ulduz dedik ki, boş simvolu əvəz edə bilər. Infodan əvvəl simvol var, xeyri yoxdur. Ona görə də ulduzda ifadə edirəm. N-nin yerinə bir sual yazıram. F-in yerinə də bir sual yazıram. Onun yerinə bir dənə ulduz yaza bilərəm. Və yaxud fonun yerinə bir dənə, yəni belə də ola bilər. I, sual, fonun yerinə də bir dənə ulduz yazım. Yəni ulduz istənilən qədər simvolu əvəz edir. Sual isə yalnız və yalnız bir simvolu əvəz edir. Nəsə başa düşülməyən birisi oldu. İndi yaxşı, gəlin nümunə üzərində baxaq. Məsəl üçün, bunu kim oxusun? Heydər, buyur oxu görək. Bəli, sual oxu.
Bəli, A variantını təhlil edə bir-bir eləyək ki, sualımız azdır. Hamımız iştirak edirik. A variantını təhlil edək ki, düzdürmü, səhvdirmi? Ulduz istənilən simvolun sayını əvəz Aha, A variantı düzdür. Bəli. İndi burada formadan əvvəl nə gəlir? İn gəlir. İni bir dənə sual ulduzda ifadə eləmişik. Formadan sonra nə gəlir? Matika 2021. Görün neçə simvoldur? Bu simvolların yerinə bir dənə ulduz yaza bilərik. Nöqtədən sonra PDF-də 3 simvoldur. 3 simvolun da yerinə bir dənə ulduz yaza bilərik. Əla, bu düzdür demək. Sonra keçdik Nigar. İkincini sən deyib B variantın, yəni doğrudur yoxsa doğru deyil? Hə, Nigar? Buyur. B variantı yok, doğru değil. Niyə? Ulduz kadar doğrudur, sual tarafı doğru geldi. Bəli. Matematikdən sonra 2021 gəlir. 2021-də 4 simvoldan ibarətdir. Əgər sən o sualla ifadə etmək istəyirsənsə 4 dənə sual qoymalısan. Yəni hər simvolun yerinə bir dənə sual. Amma burada bir sual qoyubsa, burada bir ulduz ola bilərdi 4 simvolun yerinə. Amma 4 simvolun yerinə bir dənə sual ola bilməz. Doğrudur. Yaxşı. Sonra kim izah? Elşən buyur C variantını sən izah elə. Uyğundur, səncə uyğun deyil. Uyğundur təbii ki, D variantı. Çünki infodu düzdür. 2021 o bir tərəfə. Olduğu kimi qalıb. Aha. Bəli, düzdür. Sual P-dır. O ulduz işarəsi də F-i əvəz edib düzdür. Bəli. Yaxşı, D variantını Gülsün buyur. Bu da düzdür müəllim. İzah elə. Niyə düzdür? Görün başa düşmüsən? Ulduz işarəsi qoyulub düzdür. İnformatika sözü yazılıb. Aha. 2 sözdən sonra 0 sözünü sualla əvəz edib. Aha. 1 söz yazılıb nöqtə yerində. P sözü sualla işarə eləyib. Aha. D sözü yerində. F-də yenə sualla Bəli. işarə eləyib. Bir də burada niyə ulduz yazılıb? Başlanğıcda Hə, başlanğıcda niyə ulduz yazmışıq? Ulduz həm də nə eləyirdi? İstənilən qədər simvol deyəndə burada hansı simvollar nəzərdə tutulurdu? Olmayan, yəni boş simvol, bir də birdən yuxarı simvollar. İndi burada informatikadan əvvəl, yəni i-dən əvvəl hər hansı bir hərf yoxdur. Yəni boşdur da. Onun yerinə bir dənə ulduz qoya bilərik. Yaxşı. Sonra Nurlan, Y variantında sən izah elə. İnformatika 2021 ulduz əvəz edib. 3 dənə də sual PDF hərflərini. Bəli, PDF-in hərflərini əvəz edib. Doğrudur. Yaxşı, keçdik növbəti tələbəyə. Elçin, oxuya bilərsən? İkincini, bunu. Könül oxu. Heç nə bunu oxuyacaqsan Nigar. Şərt oxuyacaqsan əvvəlcə. Konusu 6 defa yönetilir. Doğru.doğru, enes.doğru, fedor.doğru, demes.doğru, labus.doğru, labus.doğru. Bunlardan yalnız aşağıdaki faylar qrupu hansı nöqtədən seçilir? Demək, belə izah edeyim də əziz tələbələr. Burada 4 dənə nə verilib bizə? Fayl verilib. Faylar qrupu verilib. Biz elə maska seçməliyik ki, bu 4 dənə fayla uyğun olsun. Burada 2 dənə doğru cavabımız var. Yəni variantlara fikir versəz, onsuz görəcəksiniz ki, 2 variant arasında eynilik var. Sadəcə bir simvolla fərqlənir. İndi baxırıq məsəl üçün. Hə, indi baxaq. Məsəl üçün Elşən B variantını izah edə. Səncə bu 4 fayla uyğun olar? Olmaz. Hamısına uyğun olmalıdır, yəni birinə yox. Çünki P4 sözündəki doğrudan əvvəl bir dənə sual işarəsi var, o F-ni əvəz eləyə bilməz. Ona görə Bəli, bəli. Yəni burada əla, düzdür. Yaxşı, D variantını izah eləyək Gülsün buyur. D variantında niyə səhvdir və yaxud niyə düzdür? niyə səhvdir? Aha. Səhvə tapa bilməz məqsədim. Bax da, bir dənə 4 dənə fayla bax, bir də D variantına bax. Gör, uyğun gəlir, gəlmir. Aha, tamam. Mən sual işarəsinə görə Sual işarəsinə görə bəli. Çünki fikir versən rados sözündə doğudan sonra ST gəlir. Yəni 2 dənə hərf birləşməsi. Amma bir sualı bir simvol əvəz edir. Biz də dedik ki, elə maska seçməliyik ki, 4-ünə də uyğun gəlsin. Yaxşı, Y variantı niyə səhvdir Heydər? Orada Aha. ulduz məsələsinin istənilən fayda əvəz edilib. Aha. Bu mənim məsələn D4 sözündə bu F-i həm ulduzu işarə edir, həm sual işarə edir. Sonra F gəlir, sonra sual deməli o düzdür. Sadəcə yəni orada F sözündə D4 sözündə F-i 2 dənə, yəni E variantı var. F-i 2 dənə simvol. Mən bunu 9 hissəsi tutar. Deyil. Bəli, rados sözünə görə səhvdir. Radosa görə səhvdir. Radosda D-dan sonra 3 dənə simvol, amma burada 2 dənə simvol var. Yəni 2 dənə simvol ifadə edən sualımız var. Amma ailəcəyə fikir verin. Necə? Nədən sonraki tərəfi var, Hə, tərəfi. bəli. Bizdə burada X hərfini verib. Hə, həm də ona görə, bəli. Bəzisində X var, ikisində X hərfi var, ikisində yoxdur. Bəli, həm ona görə, həm də ki, bayaq dediyim rados sözünə görə daha doğrusu səhvdir. Bəli, ikisiyə görə səhvdir. Amma acı nədir? Variantlarına fikir verək. Adi variantlar eyni şeydir. Sadəcə burada D-dən sonra o qoyub, yəni o hərfini özümüz saxlaya da bilərik və yaxud onun yerinə maskada qoya bilərik. Yəni burada 2 dənə doğru cavab var, o da ki, A və C variantları. İndi keçdik növbəti qovluq anlayışına. Demək, biri var faylın adı. Bir var faylın tam adı. Bu iki anlayış bir-birindən fərqlənir. Bayaq məsəl üçün mən sizə yazmışdım ki, Əlizadə Aytaç düzdür. O faylın adıdır. Amma artıq yazıram ki, Əlizadə Aytaç Nadir qızı. Artıq burada ata adı da gedirsə, ümumi bu Aytacın, yəni tutaq ki da, indi insan olaraq çəkir yadını, Aytacın tam adı sayılır. İndi faylın tam adı deyəndə, faylımızın tam adı deyəndə, birinci qovluq disk gəlməlidir. Disk də A diskidir, B diskidir, C diskidir, D diskidir, Y diskidir və yaxud F diskidir. 3 diskdən biri, daha doğrusu bu disklərdən biri olacaq. Diskdən sonra qoşa nöqtə qoyulur, əziz tələbələr. İndi gəlin elə bunu
Baxın, diskdən sonra qoşu nöqtə qoyulur. Qoşu nöqtə qoyulduqdan sonra indi buradan demək keçək bu hissəyə. Qoşu nöqtəmiz qoyulur. Qoşu nöqtə qoyulandan sonra slashimiz olur və slashin də hansı istiqamətdə olduğunu nə etmək lazımdır? Bilməyiniz lazımdır. Yəni bəzən slash bu istiqamətdə qoyulur. Olmaz. İstiqamət haradır? Buradan belədir. Yəni yuxarıdan aşağıya doğrudur. Sonra kataloq 1, kataloq 2, kataloq 3, kataloq 4 və s. kimi. Yəni kataloq nə deməkdir? Qovluğun digər adıdır. Yəni MS-DOS əməliyyat sistemimizdə biz kataloq deyirik. Windows əməliyyat sistemimizdə artıq qovluq deyirik. Yəni burada qovluqlar olur, n qədər qovluq olur. Ən sonda isə slash qoyulur. Yəni qovluqlardan sonra slash qoyulur. Sonra faylın adı yazılır. Faylın adı nə ilə ayrılırdı? Bax növbə əvvəlki hissədə keçdik. Faylın adı nə idi? Nöqtə ilə ayrılır. O sol tərəf nə üçündür, sağ tərəf nə üçündür Ayşən? Sol tərəfdə faylın adı olur, sağ tərəfdən genişlənməsi. Bəli, faylın əsas hissəsi sayılır, genişlənməsi tipi və yaxud uzantısı olur. İndi gəlin bunları nümunə üzərində, yəni faylımızın yazırıq bura, faylımızın tam adı. Faylımızın tam adını nə edirik? Misal üzərində göstərir. Məsəl üçün yazım bura D diski, slashimiz, məsəl üçün magister qovluğu, sonra dövlət qovluğu qovluğu, abituriyent qovluğu. Bir dənə də yazıram. İndi bunlar slashlərdir. Demək baxaq. DG abituriyent. Bir dənə də yazaq, tutaq ki, info.doc. İndi burada yerləşmədi. info.doc. Aha. İndi sizə belə bir sual versəm. Faylımızın adı hansı hissədir? Faylımızın adı. Bəli, ikisi bir yerdə faylımızın adı sayılır. Faylımızın adı doğrudur. Bəs yaxşı, bu faylımız hansı qovluqda yerləşir sizcə? Abituriyentmi, dövlət qovluğu mu, yoxsa magistermi? Abituriyent qovluğunda yerləşir, bəli. Abituriyent hansı qovluqda yerləşir? Ümumiyyətlə yadda saxlayın ki, qovluqlar və yaxud faylar ondan əvvəl bir adım gələn qovluğun içində yerləşir. İndi abituriyent dövlət qovluğunun, dövlət qovluğu isə magister qovluğunun içində yerləşir. Magister isə D diskinin içində yerləşir. Yəni burada D diskimiz bizim əsas diskimizdir. Magister əsas qovluğumdur. Bu DG və abituriyent isə alt qovluqlar sayılır. Yəni qovluğun içində hər hansı bir qovluq yaradırıqsa, o qovluqlar bizim üçün nədir? Demək, alt qovluqlar sayılır. Bu da belə. Aydın oldu bu isə. İndi gəlin bunu nümunələr üzərində sizə izah verək. Məsəl üçün bunu bayaq kimi oxutmamışdıq. Ayşən, oxumamışdın sən bayaq. Oxu buyur. Aha. Aşağıdakı kataloqlar adı verilmişdir. Kainat faylının tam adı necə təyin olunur? Birinci kainat harda olduğunu axtaraq. Bəli. Ən sondadır. Bəli, budur. İnformatika daxildir. İnformatikada adı. Bəli. Bəzən tələbələr nəyi götürür? Bəzən tələbələr B variantını götürə bilər. Əziz tələbələr, B variantını niyə götürmürük? Onu gəlin izahlayaq. Bizə deyir ki, kainat faylı. Bu kainat 2 faylıdır. Düzdür? İndi burada deyəcəksiniz kainat var da. Bu kainat biz dedik axı, birinci disk, sonra qovluq gəlir. Bax bu kainat sizin qovluğunuzdur. Aydın oldu? Yəni kainat sizin faylınız deyil. Fayl qovluqdan sonra gələn hissədir. Yəni bu kainat 2-dir fayl olaraq. Bu kainatdır. İnformatika qovluqdur, kainat qovluqdur. A isə bizim diskimizdir. Yəni burada nə olacaq? A diski, informatika, kainat D variantı olacaq doğru cavabımız. İndi keçdik növbəti hissəmizə. Məsəl üçün Firuzə oxu bunu. İkincini. İstifadəçi Y kitablar PDF informatika qovluğunda işləyirdi. Sonra o qovluqlar iyerarxiyasında 2 səviyyə yuxarı qalxıb testlər qovluğunda 1 səviyyə aşağı düşərək daxil oldu və məntiq metodoloq faylında redaktör işləri apardı. İstifadəçinin redaktör işləri apardığı faylın tam adını müəyyən edin. Biraz məntiqli sualdır. Fikirləş. Sən belə bir qovluq verilib, istifadəçi belə bir qovluqla işləyir. Sonra deyir ki, 2 səviyyə yuxarı qalxmaq. 2 səviyyə yuxarı qalxmaq nə deməkdir? Geri gedirsən. Yəni geri gedir. Ay, sağ ol. Kitablara gedib də. Bəli, informatikadan bir adım gedən də PDF-ə düşür, PDF-dən də bir adım gedən də kitablara düşür. Demək, sən kitablar qovluğundasan bu dəqiqə. Sonra ardından oxu cümlənin. Sonra da 2 səviyyə yuxarı qalxıb testlər qovluğunda 1 səviyyə aşağı düşərək daxil oldu. Onda kitablarda testlər qovluğunda. Bəli, kitabların içində testlər qovluğunun 1 səviyyə aşağı düşərik. Və məntiq metodoloq faylında redaktör işləri Bəli. apardı. Yəni kitablardır, sonra testlərdir. Y kitablar, Aha. testlər, Aha. bir də məntiq Faylın adı da, bir də faylımızın adı, yəni məntiq.doc. Yəni hansı variant oldu? Y variantı oldu. Bəli. Bu da bu sual olan var bu hissələrdən, bax bu iki hissədən. Sual olan varsa desin. Yaxşı, keçdik növbəti hissəmizə, bunu da oxuyaq. Oxusun, demək ki, Elşən buyur, oxu. Aşağıdakilerden hansı D diskinin dokument kategorisinin magister alt katalogun tələbə faylının tam yolunu göstərir. Mhm. C2.document, ondan da bir dənə aşağı magister, ondan sonra da tələbə.doc EG variantı belə. Bəli. Bəzən tələbələr baxın, bura kimi düz gəlir, tələbəyə kimi düz gəlir, düzdür? Baxın, eyni şeydir. Amma burada fikir versə T hərfidir. Amma bizim faylımızın özü nədir? C hərfi, yəni doqdur, dot deyil. Yəni bəzən tələbələr bu sona fikir vermir, B variantı götürür cavab olaraq. Amma B variantı bura kimi doğrudur. Amma burada dotdur, bizə doq genişlənməsi verib. Yəni cavabımız Y variantıdır, düz dedin Elşən. Sonra keçdik növbəti tələbəyə. Nigar, oxu bunu sən ikincini. Yaxşı, Nurlan, sən oxu. Hər hansı bir kataloqda cədvəl XLX faylı saxlanmışdır. Həmin faylı bu kataloqda yaradılmış alt kataloqa daşıdıqdan sonra faylın tam adı bu formada olmuşdur. Birləşdirməyə qədər deyilsə, onda bir dənəsini açıb yerləşdirsə tələbə yerləşdirir. Onda tələbənin çıxıb C user magister cədvəl X C user magister cədvəl A variantı uyğundur. Bəli, düzdür. Başa düşməyən var bu hissəni? Niyə belə oldu? Deyir ki, kataloqa daşındıqdan sonra, alt kataloqa daşındıqdan sonra faylın adı buymuş. Demək ki, faylımız əvvəlcə magisterdə yerləşib ki, sonra magisterin içində tələbə qovluğu yaratmışıq. Cədvəl artıq tələbəyə daxil olub, yəni tələbənin içində olan bir fayldır. Ona görə də və yerləşməyə qədər soruşur bizdən. Yəni deyir ki, cədvəl əvvəlcə hansı qovluğun içində idi? Magister qovluğunun içində idi. Ona görə də doğru cavabımız A variantı. Bir də var bizdə fayl sistemləri, əziz tələbələr. Fayl sistemində ümumiyyətlə var klaster anlayışı, var cığır anlayışı. Var bizdə demək
Sektor anlayışı. Sektorumuzun ölçüsü yadda saxlayın ki 512 bayta bərabərdir. Klaster isə bir faylın və yaxud onun hissələrinin tamamilə yerləşə bilməsi üçün sektor qrupudur. Yəni sual düşə bilər ki, sektorlar qrupuna nə deyirik? Nə deyirik? Klaster deyirik və sektorun ölçüsü də nədir? 512 baytı təşkil edir. İndi gəlin fayl sistemləri. Ümumiyyətlə bizdə FAT16, FAT32, sonra NTFS kimi fayl sistemlərimiz var. Bir də FC. Bu da şifrəli demək fayl sistemlərimizdir. Əsasən bu fayl sistemimizdən suallar düşür. NTFS və bunun da müsbət cəhətləri var. Baxın, burada əsas üstünlüklər var. Bu əsas üstünlükləri bilməyiniz lazımdır. NTFS-də məsəl üçün burada tündlə qeyd elədiklərim məsəl üçün sual düşər ki, NTFS hansı klasterdən istifadə edir? Hansı ölçülü klasterdən istifadə edir? 512 baytı və yaxud 64 kilobaytı. Və yaxud NTFS demək fayl sistemimizdə məlumatlar hansı cədvəldə saxlanılır? Master file table-da həcmi 256 terabayt olan disklərlə işləyir bu fayl sistemimiz. Həcmi 16 terabayt olan fayllarla işləyir. Yəni burada hansı fayllarla, yəni hansı ölçülü fayllarla, hansı ölçülü disklərlə, elə burada fatlarda da var. Baxın, bu fayllarla, bu disklərlə. İndi gəlin bunu sizə asan yolunu deyim. Baxın, fat 16-dır, düzdür? Yəni burada klaster olaraq 512 64. Üçündə də eynidir. 514, daha doğrusu 512 bayt, 64 kilobayt. Əsas disklərlə və fayllara fikir verək. 16 nədir? 4-ün kvadratıdır, düzdür? İndi bizdə disk böyükdür, yoxsa fayl böyükdür? Yəni diskin içində bir neçə fayllar yerləşə bilir. Demək fayl kiçik yanlaşdı, disk böyük yanlaşdı. İndi burada 16-dırsa, FAT 16-sı 4-ün kvadratı nə edir? 16 edir. Yəni 4 GB-lıq disklərlə 2 GB-lıq fayllarla işləyir. FAT 32, 32 nəyin bir-birinə vurulmasıdır? 8 də 4-ün bir-birinə vurulmasıdır. Yenə də disk böyük yanlaşı olduğu üçün 8 terabaytdır. Həcm, daha doğrusu fayl kiçik yanlaşı olduğu üçün 4 GB buna qalır və fikir verin ki, ikisi də GB-dır. Daha doğrusu 1 terabaytdır burada artıq. FAT 32-də. Burada isə gigabaytla ifadə olunur. Burada da terabayt olmalı. Səhvən gigabayt düşüb, indi onu düzəldərəm. Bu da belə. NTFS-də yenə də 256 terabaytlıq disklərlə 16 gigabaytlıq terabaytlıq daha doğrusu fayllarla işləmək üçündür. Bir də əsas üstünlüklər var. Yəni bunların FAT-dan müqayisədə FAT-da nələr yoxdur? NTFS fayl sistemimizdə bunlar var. İndi gəlin bir dənə də klaster məsələlərini öyrənək. Məsəl üçün bu məsələmizi oxusun. Kim oxusun? Demək Firuzə buyur, birincini oxu. Sadə motoveraktorunda hazırlanmış 3072 bayt həcmi olan fayl diskdə neçə kilobayt yer tutar? Demək əziz tələbələr, klasteri bir qutu kimi düşün. Bir qutu kimi. İndi sizə belə bir həyatda bir nümunə gətirin. Məsəl üçün deyirik ki, 10 kiloqram tutaq ki, almanız var. Düzdür? Və 2 kiloqramlıq tutuma malik qutunuz var. İndi siz mənə deyin görün, bu 10 kiloqramlıq almanı 2 kiloqramlıq qutuya yığmaq üçün bizə neçə dənə qutu lazımdır? 5 dənə. Onu necə tapdıq? Ümumini böldük 2-yə. Qutunun demək həcmini. Elədir 5, düzdür? İndi klasterdə bax bu bizim tapdığımız 5-dir. İndi gəlin bunu misal üzərində baxaq. Deyək ki, hazırlanmış 3072 bayt həcmli fayl diskdə nə qədər? Bir var. Əziz tələbələr, bu tiplərdə ümumiyyətlə klasterə aid 2 dənə məsələ tipi var. Biri sizdən klasterin sayını soruşacaq. Biri də ki, bax buradakı kimi faylın diskdə tutduğu yeri soruşacaq. Ya klasterin sayını soruşacaq, ya da faylın diskdə tutduğu yeri soruşacaq. Yaxşı. İndi gəlin birinci ilə məsələmizə görə faylın diskdə tutduğu yeri tapaq. 3072 kilobaytlıq, indi bayaq mən sizə dedim 10 kiloqramlıq alma. Bax indi orada 10 kiloqramın əvəzinə burada 3072 baytlıq hər hansı bir fayldır. Mətn redaktorunda hazırlanmış fayldır, düzdür? Onu biz nəyə deyəcəyik? Qutunun həcminə böləcək. Qutuda biz nə dedik? Qutuya da klaster dedik. Klasterimizin həcmi nədir? 4 kilobayt. Düzdür? İndi siz mənə deyin görün, biri baytdır, biri kilobaytdır. Bunları bir-birinə bölmək olar? Yox. Bu zaman nə etmək lazımdır? İkisini eyni ölçü vahidinə gətirmək lazımdır. İndi siz mənə deyin görün. Baytdan kilobayta necə keçirik? 3024 Bəli. 3072-ni bölürük 1024-ə. Onu kilobayta keçirmək üçün 3 edir. 3-ü də 4-ə böləndə nə düşür? 0,75 nə qədərsə? 75, bəli. Elə yazaq. 0,75 bizim demək nəyimiz oldu? Camımız oldu. İndi bizə deyir ki, faylın diskdə tutduğu yeri tapın. Bir yadınızda saxlayın ki, biz əgər belə deyək də, tamla alsaq, belə fikirləşin də 10 kiloqramlıq yenə də deyək almadı. Tutaq ki, 3 kiloqramlıq qutumuz var. Bu 10 kiloqramı 3 kiloqramlıq qutuya neçə dəfə doldurmaq olar? Yəni neçədən bizə qutu lazımdır ki, 10 kiloqramlıq almanı tam doldura bilək? 4 dənə, bəli. İndi burada 0,75 alınırsa biz bunu yuvaraqlaşdırıb 1 kimi götürürük. Yəni bu riyaziyyat yuvaraqlaşdırması kimi deyil. Yəni 0 tam alırsa 1 tam nə qədərsə alırsa 2 kimi götürürük. 1 aldıq. Demək 1 bizim nəyimizdə? Klasterimizin sayıdır. Yəni qutumuzun sayıdır. Klasterimizin sayı. İndi bizə diskdə tutduğu, əgər bizdən klasterin sayını sorsaydı 1 götürəcəkdik, düzdür? Amma diskdə tutduğu yeri soruşduğu üçün aldığım bax bu klasterin sayını vururam klasterin həcminə, yəni 4-ə. Biri də 4-ə vururam, edir 4 kilobayt. Yəni mənim fayl diskdə nə qədər yer tuturmuş? 4 kilobayt yer tuturmuş. Yenə də deyirəm, əgər klasterin sayını sorsaydı götürəcəkdik 4 kimi. Daha doğrusu 1 kimi. Bir dənə klaster lazım oldu axı bizə. Amma diskdə tutduğu yeri tapmaq üçün klasterin sayını vurursan klasterin həcminə. Klasterin həcmi də burada qeyd olunur. Biz o 4-ü onsuz da bu məsələdəki 4-ə görə bölmədik. Yəni 3072-ni 4-ə bölsəydim də 4-ə bölür eyni şey. Və mən onu deyirəm də, diskdə tutduğu yeri tapanda artıq klasterin sayını vururuq klasterin həcminə. 3072 bayt edir, o deyir mənim məsələn. 1 bayt, 1 kilobayt, birinci söyləməli. 3072 bayt, kilobayt da. Onu bildim. Çox deyirəm ki, biz o 3 kilobaytı böldük 4 kilobayta bir klasterə. Klasterin sayını tapdıq, Firuzə. Klasterin sayını tapmaq üçün 3-ü 4-ə bölməyimiz lazım idi. Amma diskdə tutduğu yeri tapmaq üçün artıq aldığımız o klasterin sayını vurmalıyıq klasterin həcminə. Yəni demək istəyirəm ki, mənim 3 tapdıq ha. Elə onu yox, onu götürmürsən. Yox. Sən klasterin sayını tapmaq üçün aldığın həcmi bölməlisən 4-ə, yəni klasterin həcmini. Aldığımız həcm də 3-dür.
Niyə 3 tapdıq? İkisini də kilobayta çevirdik də ona görə. Yəni o 3072 baytı kilobayta çevirdik, ona görə 3 tapdıq. Yəni faylın həcmi səndə 3072 bayt yox, 3 kilobayt götürür. Niyə kilobayt götürdük? Çünki klasterin həcmi kilobaytda ifadə olunur, ona görə ki, bölmə əməliyyatını icra edə bilərik. İndi məsəl üçün gəl ikincini oxuyaq. İkincini də tutaq ki, kim oxusun? Demək, kim oxumamışdı? Heydər, buyur sən oxu. Edsin səsini aça bilmir. Sən oxu. 9 və 11 kilobayt olan 2 fayl dedikdə 82 kilobayt yer tutar. 9 və 11 kilobaytı. Mhm. Dokuz və 11 bölürük 4-ə. Aha. Ayrı-ayrılıqda. Hərəsi 2 düşür. Onu yuvarlaşdırır. 9-u 4-ə böləndə yuvarlaşdırır. 9-u 4-ə böləndə 2 tab nə qədərsə 3 kimi götürürük, bəli. Onu da vururuq. Deməli 4-ə. Bu edir 12. Bu 12 sənin 9 kilobaytlığın faylının diskdə tutduğu yerdir. Heydər. Bəs yaxşı 11 kilobaytlıq da var axı səndə. 11-i bölürsən 4-ə, yenə də 2 tam nə qədərsə 3 götürürsən. 3-ü faylın diskdə tutduğu yeri tapmaq üçün yenə klasterin sayını götürüb vurursan, eləyir 12. İkisi də 12 elədir. Amma səndən deyir ki, 2 fayl birlikdə nə qədər yer tutur. Yəni 12-nin üzərində 12 gəlirsən, eləyir 24. Yəni sənin cavabın 24. Baxın, bəzən tələbələr 9-u 11 ilə toplayıb sonra 4-ə bölürlər. Olmaz. Faylları ayrı-ayrılıqda demək, neçə klaster lazımdır, onları tapırıq və ayrı-ayrılıqda diskdə tutduqları yeri tapırıq. Yaxşı? Ondan sonra toplayırıq. Niyə topladıq? 2 fayl birlikdə nə qədər yer tutar? Onu dediyi üçün. Başa düşdün Gülsüm? Dur lan Ayşən. Gönül başa düşürsən yoxsa yox? Lap yaxşı. Bu da bu. İndi gəlin bir ümumi bir təkrarımızı eləyək, ondan sonra dərsimizi yekunlaşdıraq. Demək, əməliyyat sistemimizin təsnifatı neçədən oldu? Hə? 7-dən oldu. Bəli. Yaxşı, faylın adı deyəndə, faylın adı hansı simvolla ayrılır? Nöqtə ilə ayrılır. Bəs yaxşı, faylın adında 9 dənə simvoldan istifadə edə bilməzdik. Bu 9 simvolumuz hansıdır? Gəlin sayaq. Ulduzdur, sualdır, kiçikdir, böyükdür. Bəli, düz xəttimizdir. Sonra qoşu nöqtəmiz, bir də dırnaq işarəmiz. Bəli, düzdür. Bəs yaxşı 6 sözümüz var idi ki, o 6 sözdə istifadə oluna bilməzdi faylın əsas hissəsində. Hansılar idi? Əla, düzdür. 09-dur, komdur, auxdur, nuldur, bir də periend. Bu 6 dənə söz faylimizin əsas hissəsində istifadə oluna bilməz. Doğrudur. Yaxşı, bəs faylimizin tam adı deyəndə birinci nə gəlməlidir? Faylimizin tam adı. Birinci disk gəlməlidir. Aha. Sonra qoşu nöqtə slashimiz olmalıdır. Sonra nələr olmalıdır? En qədər nəyimiz olur? Qovluqlarımız olmalıdır. Bəli, en qədər qovluqlarımız var. Qovluqdan sonra bir dənə də slash qoyulur və sonda nə yazılır? Faylın adı yazılır. Bəli. Fayl da hansı qovluqda yerləşir? Ondan bir addım əvvəldə gələn qovluğun içində yerləşir. Belə. Bəs yaxşı qovluq içində yerləşən qovluğa nə deyirik? Alt qovluq deyirik, düzdür. Bəs yaxşı bizim maska öyrəndik biz, 2 maska, düzdür? Bu 2 maskalar hansı idi? Bir ulduzumuz idi, bir də sualımız idi, bəli. Ulduzumuz neçə simvol əvəz eləyir, sualımız neçə simvol əvəz eləyir? Bəli. Və ixtiyari qədər, istənilən qədər. Sual isə yalnız və yalnız bir simvol əvəz edə bilir. Sualın yerinə, yəni daha doğrusu boş simvolun yerinə bir sual əvəz edə bilərik? Təbii ki, xeyr. Çünki yalnız bir simvol olmalıdır və boş simvol ola bilməz. Bir də genişlənmələr keçirik. Məsəl üçün, bu nəyin genişlənməsidir? Mətnin genişlənməsi. Bəs yaxşı, bu nəyin genişlənməsidir? Hansı proqramın genişlənməsidir? Bəli. Bu bəli, təqdimatın PowerPoint-in doğrudur. Sonra nə keçdik? Məsəl üçün, BMP var idi. Qrafikdir, doğrudur. Sonra MP3 var idi. Səs faylımızdır, düzdür. Bəs MP4? Video faylımızdır. Əla. Doğrudur. Və digərlərdə ümumiyyətlə fayl genişləmələrini mütləq şəkildə bilməlisiniz. İndi gələn dərs mən sizdən onları qəşəng şəkildə soruşacağam. Bu da belə. Ümumiyyətlə fərdi kompüterlərimiz üçün ilk yaranmış əmrli əməliyyat sistemimiz var idi. Bir də ki, obyekt yönlü əməliyyat sistemimiz var idi. Buyurun. Əmrli hansı idi? Obyekt yönlü hansı? Aha, MS-DOS əmrli idi. Macintosh isə, bəli, doğrudur. Macintosh isə obyekt yönlü əməliyyat sistemimiz idi. Bu da belə. Ümumiyyətlə mübadilə buferində nə qədər obyekt saxlanılır? Gəlin bir də onu da təkrar edək. Bəli, 24 dənə obyekt saxlanılır. Ümumiyyətlə mübadilə buferi nə üçündür? Hə, mübadilə buferi. Bəli, müvəqqəti olaraq kət və kopya olunmuş obyektləri saxlamaq üçün nəzərdə tutulmuş bir yaddaşımızdır, düzdür? Və burada da 24 dənə maksimum obyekt saxlanıla bilər. 25-ci obyekt isə birinci obyekt silinir, 25-ci obyekt gəlir birinci obyektin yerində durur. Bu da belə. Başqa nə keçmişdik? Fayl sistemlərimiz hansılardır? FAT 16, sonra nə idi? 32 idi. Bəli. EFC var idi, şifrəli bizim demək fayl sistemimiz, bir də NTFC. Bəli. Burada bizdə NTFC fayl sistemimizdə məlumatlar hansı şeydə saxlanılırdı? Cədvəldə saxlanılırdı. M hərfi ilə başlayırdı. Master. Nə idi? File. Bəli, file table. Yəni cədvəl olduğu üçün table sözü orada mütləq şəkildə olmalı idi. Yaxşı, faylın diskdə tutduğu yeri tapmamız üçün biz nə etməli idik? Klasterin sayı tapmalıyıq. Bəli, birinci klaster sayını tapmalıyıq. Sonra nə etməliyik? Klasterin sayını, bəli, klasterin həcminə vurub faylın diskdə tutduğu yeri tapmaq olardı. Əla, gözəl. Klasterimiz susmaya görə neçə kilobayt götürülür?
kilobayt. 4 kilobayt götürülür. Əla. Bəs yaxşı sektorumuz standart olaraq neçədir? 512 bayt. Bəs yaxşı sektorlar qrupuna nə deyirik biz? Klaster. Klaster. Əla, gözəl. Demək olar ki, dərsləri elə öyrəndik.